Salam əziz izləyicilərim. Bugün sizə yayda sərin, qışda isə isti içə biləcəyiniz kofe növü hazırlayıram. Hazırlanması da, içməsi də çox əyləncəlidir. Videoya keçməzdən əvvəl kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Hazırlanma qaydası çox asandır. Qaba 5 çay qaşığı qədər iri dənəli kofe əlavə edirəm. Üzərinə 2 çay qaşığı qədər şəkər pudrası əlavə edirəm. Siz çox şirin sevirsinizsə daha çox əlavə edə bilərsiniz. Üzərinə yarım stəkandan da az qaynar su əlavə edirəm və bunu blenderla yaxşıca köpürdürəm. Blender olmasa siz vilka ilə və yaxud da tel çırpıcı ilə eləyə bilərsiniz. Yəni eyni ilə belə köpürür. Gördüyünüz kimi bu formada köpürtdürəm və keçirik ən əyləncəli formaya. Buzları atırıq. Yəni işin sirri buzdan ibarətdir. Buzları əlavə edirəm. Hazırladığımız qəhvəni və biraz da soyuq süd hazırladığım soyuq südü əlavə edirik. Və dadırıq. Çox gözəldir. Hazırlayacaq olanlara nuş olsun.